Razı müəllim, kəndlərdə mütəmadi olursunuz. Kəndlər boşalır hal-hazırda. İnsanlar böyük şəhərlərə üst tutulur. Gedirlər. Şahid olursunuz onları. İmişlidə də bu problem var. Əsasən cavanlar başqa ölkələrə üst tutub gedirlər. Orada özlərinə həyat qururlar, iş qururlar və sonra gəlib öz kəndlərinə, elinə, obasına, atasına, anasına, bacına, qardaşlarına da kömək edirlər. Kəndlərdə o infrastruktur hələ ki yoxdur ki, insanlar bəzisi əyləncə istəyir, park istəyir, restoran istəyir, kino istəyir, gəzməyə, əylənməyə, iş qurmağa imkanlar istəyir, daha yaxşı sosial infrastruktur istəyir. Və onları da təbii ki, cavan insanlar kənddə tapa bilmir və sosial şəbəkələrdə başqa həyatı görürlər və o həyata can atırlar. O imkanları da var və çıxıb gedirlər. Bunun da səbəblərindən biri budur ki, insanın şəhərdə yaşaması ilə rayonda və kənddə yaşaması arasında fərq qalmayıb xərclər baxımından. Əgər biz kəndlərdə insanların qalmasını istəyiriksə və istəmiriksə ki, Bakı şəhəri də yüklənsin, o zaman ən azından deyək ki, kommunal xərclərin ödənişində fərq olmalıdır. Məsələn, o bilməlidir ki, məsələn, mən bugün də hal-hazırda durduğumuz İmişlinin Şahverdili kəndidir, Şahverdili meşəsidir. O bilməlidir ki, mən əgər bu kənddə yaşayıramsa və burada qalacamsa, qaza görə daha az məbləğ ödəyirəm, elektrik enerjisinə görə daha az məbləğ ödəyirəm, suya görə daha az məbləğ ödəyirəm və mənim burada yaşamağım mənə daha ucuz başa gəlir o baxımdan. Yox, əgər burada da eyni xərclərdir və şəhərdə də eyni xərclərdir, düşünür ki, mən elə gedib şəhərdə əlim ayağım təmiz, 5-10 manat alaram, amma hərdən də gedib bulvarda gəzərəm, gedərəm mollarda gəzərəm, gedərəm parklarda gəzərəm, şəhərin elə mərkəzində Targovo dediyimiz o yerdə gəzərəm, o baş, bu baş, biraz belə də günümü keçirərəm. Yəni, o baxımdan kəndlərdə o sosial infrastruktur yaradılarsa və şəhərlə kənd arasındakı o ödənişlərdə fərq yaranarsa, təbii ki, insanlar da kəndlərdə qalar. Və bizim bugün ən ümdə vəzifələrimizdən də biri bu olmalıdır ki, biz insanlarımızı, gənclərimizi kənddə saxlayaq, rayonda saxlayaq.